Salam əziz dostlar, sizinlə Ağayçin Əzimovdur. Sizə internetdən sərmayəsiz qazanma imkanı verən yeni bir səhmdar şirkət haqqında məlumat vermək istəyirəm. Şirkət Komnohub adlanır. 2016-cı ilin mayında fəaliyyətə başlasa da, rəsmi açılışı oktyabr-noyabr aylarına planlaşdırılıb. Qısa müddətdə istifadəçilərin sayı 414 minə çatmışdır. Şirkət bütün dünyada internetin pulsuz olmasına, çalışır. Şirkətə pulsuz qoşulan hər kəs milyard dollarlıq səhmlərdən 5-nə sahib olur. Plus, mənfəətin bölüşdürülməsinə 5 paya sahib ola bilir. Beləliklə, şirkətin 5 səhminə və 5 gəlir payına sahib olmaq üçün sadəcə ona qoşuluruq. Artıq iri şirkətlər Komnohubda reklamlarını yerləşdirib, ona böyük pullar ödəyirlər. Yəni, şirkətimizin əsas gəliri reklam sahiblərindəndir. Bunun hesabına şəbəkəsini genişləndirən istifadəçilərinə haqq ödəyir. Dolayısıyla yolla biz hamımız şirkətin inkişafında iştirak edirik və müəyyən paya sahib oluruq. Burada heç birimizin kiçik də olsa riskimiz yoxdur. Bu, böyük bir gələcəyin bünövrəsi ola bilər. Heç bir cavabdehlik və məsuliyyət yoxdur. Hətta bizi narahat etməmək üçün elektron poçtumuza belə məktub göndərilməyəcək. Bizə inanmayanlar kənardan dostlarının necə qazandıqlarını müşahidə edəndən sonra düşüncələrini tam dəyişərlər. Biz buna əminik. Şirkətə yazılan hər kəs Şirkətə yazılan hər kəs 5 səhm almaqla yanaşı, məsləhət bildiyi hər dost tanışına görə isə 2 səhm qazanır. Mən qısa müddətdə 11 nəfər dəvət etmişəm və onlar da 6 nəfər dəvət ediblər. Mənim səhmlərimin sayı 17 vur 2, üstə gəl 5, 39 səhm vardır. Dəvət olunan ilk 5 nəfərə görə 5 dollar qazanırıq. Yəni, hər kəsə görə 1 dollar şirkət bizə ödəyir. Sonraki mərhələdə isə dəvət etdiyimiz adamların dəvət etdiklərinə görə, yəni, 2-ci səviyyədə, 3-cü, 4-cü və 5-ci səviyyədə bu dəvət etdiyim adamlara görə də şirkət müəyyən bizə bonuslar verir. Mənim fikrimə görə, biz səhmlərin sayını artırmağa çalışmalıyıq. Şirkət qazancını, nə də səhmimiz çox olsa, bir o qədər biz şirkətin qazancında paya sahib oluruq. Biz burada şirkət qazancımızı bizə ödəmək üçün PayPal-dan istifadə edir. Bu düyməni basırıq və belə bir səhifə alınır və biz burada PayPal-dan istifadə edirik. Digər üsullar da mümkün ola bilər. Qazanc 20 dollar olan kimi sorğu verib pulumuzu ala bilərik. Hər kəsin, demək, burada mənim qazancım 6 dolar 20 sentdir, hələ ki olmuyor və burada biz summanı yazırıq, qiyməti yazırıq və burada PayPal nömrəsini yazırıq və burada da kapçandır və bu təklif dəvət edir. Demək, bizim hər kəsin back-ofisində dost tanışı dəvət eləmək üçün dəvət linki vardır və bu link burada vardır ki və biz bu linki öz dost tanışlarımıza verə bilərik, öz bloqumuzda yerləşdirə bilərik, şəxsi saytımızda yerləşdirə bilərik, banerlər var ki, orada yerləşdirmək mümkündür. Sosial şəbəkələrdə bölüşə bilərik. Fikrimcə, çox sərfəli layihədir. Dostlarınızı xəbərdar edin, onlar da yararlana bilsinlər. Tələbələr, evdar xanımlar, təqaüdçilər və arzu edən hər kəs üçün çox yaxşı fürsətdir. Qeydiyyatdan keçmək üçün biz burada Join düyməsini basırıq və belə bir səhifə alınır. Və bu səhifədə adınızı, familiyanızı, elektron poçtunuzu, şifrəni, təsdiq edici şifrəni təzədən, şifrənizi yazın, yaddan çıxmasın və bu kapçanı da buraya yazandan sonra və qeydiyyatdan keçmə düyməsini sıxırıq və biz artıq qeydiyyatdan keçmiş oluruq və o bizi sizi təbrik edirik, böyük bir gələcəyin qurulmasında iştirak edirsiniz
Sağ olun, sizinle Avasin Əzimov idi. Nə sualınız olsa müraciət edin. Videonu köçürüb öz kanalınıza qoya bilərsiniz. Qeydiyyat linkini videoda aşağıda görə bilərsiniz. Bəyəndinizsə dostlarınızla bölüşün, like edə bilərsiniz. Təşəkkür edirəm, çox sağ olun.